Sevdiyim oğlanla yaxın məhəllədə qalırdıq. Bir gün atamın marketinə bir şey almağa gəlmişdi. Təsadüfən həmin gün marketə mən nəzarət edirdim. Məni görən kimi vurulub, sonra xalam qızından nömrəmi istəyib mənə mesaj yazdı. İlk vaxtlar qəbul etmədim, amma sonra razı oldum. Ailəsi heç cürə razılıq vermirdi. Çünki əvvəlcədən xalam oğlu ilə nişanlı olmuşdu. Həm də mən ondan 2 yaş böyük idim. Bir gün məhəllədə gəzəndə qardaşımın dostları bizi görüb, şəklimizi çəkib qardaşıma atıblar. Qardaşım sevgilimi söhbətə çağırdı. Bu namus məsələsidir. Ya bacımı alacaqsan, ya da sənin üçün heç yaxşı olmayacaq. Bir gün məni qaçırdı, amma əskərlikdən hələ təzə gəlmişdi. Pulu yox idi deyə avtobusla qaçdıq şəhərə. Bir müddət keçəndən sonra övladım olacağını öyrəndim. Amma toyumuzda 4 gün qalmış o qara gün baş verdi. Hamilə olduğum üçün canım qatıq çəkmişdi. O da mənə qatıq almaq üçün marketə gedəndə avtomobil qəzası keçirib rəhmətə getdi. Sonra ailəm məni qəbul etmədi və mən oğlumu tək başına böyütdüm. Qızlar, səhifəmdə YouTube linkim var. Oradan YouTube'a keçib vlogumu izləyib mənə dəstək olsanız çox sevinərəm.